Hər şeyin qiymətinin qalxdığı bir dövrdə yumurtanın da qiyməti qalxdı. Nəzərə alsaq ki, qarşıdan yeni il gəlir, ona görə də çalışın, yorğanınıza görə ayağınızı uzadın. Yumurta da kasıb süfrəsindən varlı süfrəsinə transfer oldu. Belə ki, benzinin bahalaşmasından keçən günlər ərzində yalnız mineral sular və şirələr istisna olmaqla demək olar ki, bütün məhsullarda qiymət artımı müşahidə olunur. Son vaxtlar Rusiya və Ukrayna istehsalı olan süd məhsullarının ölkəyə buraxılmasına da gömrükdə ciddi maneçilik törədilir ki, bu da qiymət artımını şərtləndirən ciddi amillərdəndir. Bu artım artıq neçə müddətdir ki, özünü yumurtanın qiymətində də göstərir. Yumurtanın qiyməti 9-10 qəpikdən 15 qəpiyə kimi qalxıb. Çəkiliş apardığımız məkanlarda da yumurtanın bahalaşmasının əyani olaraq şahidi olduq. Yumurta 13 qəpikdir. 13 qəpik. Bəs əvvəl nə qədər idi? Əvvəl 11 qəpik olub, sonra 12 qəpik oldu. Sonra da 13 qəpik qalxdı. Artım nə vaxtı? Dünəndən başlayıb artım. Bəs yenə də gözləndirmi bu artım? Ola bilsin, yenə qalxsın. Yəni bayrama görə də yəqin ki, mən belə başa düşürəm. Dövlət səviyyəsində üstünə düşsələr, hə, 11 köpüyə normal qiymətdir. 10-11 arası normal qiymət. Amma da 13 köpüyə çox bahatçılıq. Həddindən artıq bahatçılıq. Mən xahiş edirəm, buna bir ölçü götürülsün. Sağ ol. Nəzərə alsaq ki, qarşıdan yeni il gəlir. Bu artımlarla insanlar necə bayram keçirdəcək? Bax, bu müəmmalı olaraq qalır. Münasibət pis. Cəmaat nə eləməlidir bu? Gələ qaldırmaydılar da, onu biraz aşağı saldı, cəmaat alardı. Sizcə bundan bağlansı tədbirlər görülməlidir? Biz də nə tədbir görürük? Biz də deyərik ki, ucuzluq olsun. Yumurtadan böyük problemlərimiz var. Onlardan danışdıysan yumurtanı. Yəni hamısı qalxıb demək olar. Hər şey qalxıb da, hə. Yumurta da həmçinin. Yəni ən çox insanlar tələbatda qış yay fərqi yoxdur, həmişə yumurta. Sən yumurta lazımdır. Neyirsən bax, ora bax ki, hər şeyin qiyməti qalxıb. Heç maaşlar artmamış, hər şey artıb. Çətindir, dolanıcı çox çətindir. Sizcə bu cür suyunu Elə vaxt o geç ailədə məsələn, yəni bir dənə mən işləyirəm. Mən necə çatdıracağam? Produktlar hamısı artıb. Xatırladaq ki, 2011-ci ildə yumurtanın qiyməti süni artaraq 25 qəpik olmuşdu. Buna görə də həmin ilin martında dövlət başçısı İlham Əliyev məsələyə müdaxilə edərək Bakı şəhər icra hakimiyyətində keçirdiyi müşavirədə yumurtanın qiymətinin, həmçinin ərzaq məhsullarının süni şəkildə bahalaşdırılmasına sərt etirazını bildirərək süni artım edənləri cinayət məsuliyyətinə cəlb edilməsi tapşırığını verdikdən sonra bu sahədə vəziyyət dəyişmişdi. Bu nədir? Burada süni şəkildə qiymətin qaldırılması ilə məşğullar. İndi yumurta sadəcə bir pozisiyadır. Başqa sahələrdə bayram ərəfəsində qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət olmalıdır. Bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcək. Məsələ ilə bağlı iqtisadçı Qadir İbrahimli yumurtanın bahalaşmasını normal hesab edərək bildirdi ki, birbaşa deməli yumurtanın qiymətinin qalxmasıyla, benzin qiymətinin qalxmasıyla yumurtanın qiymətinin arasında birbaşa əlaqə var, ancaq dolayı əlaqələr var. Yəni, istərsəmiz bahalaşma, hər bir müddət sonra bu bahalaşma daha çox uzun göstərəcək, təxminən 1-2 aydan sonra. Benzinin qiymətinin qalxması təqdirində halında normal bir haldır. İndi də iş adamları hesab edir ki, prezident səviyyəsindən müdaxilə olmasa, monopolistlər vəziyyətdən sui-istifadə edib qiymətləri qaldırmaqda davam edəcəklər. Ona görə də qarşıdan gələn yeni ili ürəyiniz istəyən kimi keçirmək istəyirsinizsə, indidən maliyyə durumunuzu yaxşılaşdırın. Aytən Yaşar, Yusuf Elmanoğlu, Vizyon TV.